Bax, əziz dostlar, bir şey nəzərinizə çatdırım ki, Anar qardaşın axırıncı işlədiyim iş ev sahibidir Anar qardaş. Bu kişinin evini işləmişəm. Qardaşım, razısan bizim işimizdən? Mən sizə bir söz deyim ki, mən sizi sosial şəbəkədə görmüşəm. Sadəcə sosial şəbəkədə danışıq tərziniz mənim xoşuma gəldi. Sizinlə bir 2 ay bundan qabaq danışdım, dedim vəziyyət belədir. Siz mənə məlumat verdiniz ki, qardaş gəl, gedək, baxaq görək evin vəziyyəti necədir, mən orada necə işləyəcəm, bəlkə şpaklovka ilə vəziyyətlərdir ki, sən deməklə deyil, mən ora vurmayacağım, desən də vurmayacağım. Elədir, elə deyil. Tamamilə doğrudur. Hə, bəyəndiniz demək olar, yəni dediniz yaxşı vəziyyətlərdir, işləmək olar. İşimiz də çox gözəl çıxdı, həqiqətən səlqəli çıxdı. İndi sosial şəbəkədə belə demək olar ki, tanış olduq, yəqin ki, münasibətimiz yaxşı olar. Yəni İnşallah. çünki mənim xoşuma gələn bir şey oldu, o oldu ki, hər şey öz yerində. Usta ilə danışığın olsun, tutaq ki, müəyyən qədər miqdarında o öz yerində. Miqdarı dəyərləndirmək öz yerində, yəni burada narahatsızlıq olmaq. İkincidə işi öz işinə, ustanın öz işinə qiymət vermək, öz işinin qədrini bilmək, öz işinin sərqəsini bilmək önəmlidir. Bu hamısından önəmlidir. Tərifləmək kimi çıxmasın, yəni mənim üçün maraqlı deyil, bu şəbəkədə milyon adam qulaq asır. Mən öz fikrimi bildirmək istəyirəm. Yəni mən o işi siz həqiqətən bəyənirəm. Çox sağ olun. Yəni sizə heç bir narahatlığım ola bilməz, şübhəm də ola bilməz. Yəni iş qaydasında getdi, çox gözəl də oldu. Mənə də çox məsləhətlər verdiniz.